göstərəcək. Bugün yeni bir video ilə qarşınızdayım. Bu videoda Adobe Experience Design video seriyamızın ikinci bölümündəyik. Bu bölümdə sizə Repeat Grid funksiyasını göstərəcəm dostlar. Bu funksiya, məsələn, xəbər user interfeysi yığırsınız və birdən çox yana xəbər olacaq orada. Siz bir dənəsinin dizaynını yığırsınız və bu funksiya ilə onları bir neçə saniyə ərzində çoxalda bilirsiniz dostlar. İndi sizə bunun necə olduğunu göstərim. Rectangle seçirəm, alətini seçirəm dostlar. R hərfi ilə də seçə bilərik. Və bu belə bir şey çəkirəm. Məsələn, bu xəbərimiz olacaq bizim. Bunu yuxarı alsaq əslində daha yaxşı olacaq. Çünki çoxaldacağıq. Sonra isə dostlar buna bir rəng verək. Yaxşı seçilsin deyə. Belə bir rəng olsa olar. Sonra yenidən seçirik və xəbərimizin bu şəkli olacaq. Xəbər haqqında şəkil olacaq dostlar. Bunu da buna görə ortaladıq. Bunu borderi yığışdırsaq da olar. Burada xəbərimizin başlığı olacaq. Gördüyünüz kimi content title yazdım. Bunu ağ rəngdə edə bilərik. Gördüyünüz kimi dostlar qoyduq burada. Burada isə short description, yəni qısa açıqlama olsun xəbərimiz haqqında dostlar. Bunu da elədik. Buna 15 verək dostlar. Ölçünü 15 verək, yəni qısa olacaq. Başlıqdan seçilməlidir dostlar. Bunu da qoyduqdan sonra read more qoyacağım dostlar. Yəni daha çox oxu bu xəbər haqqında. Bunu da qara eləyəcəm dostlar. Bunu da belə kiçildək qoyaq. Məsələn, indi hazırdır. Tutaq ki, belə bir şey oldu. Yəni mən göstərmək üçün sizə belə bir şey göstərdim. Yəni daha yaxşı da bunu eləmək olar dostlar. Bunun belə hamısını seçirsiniz, yaxud da Ctrl-A da eləyə bilərsiniz. Maclarda isə Command A. Sonra isə dostlar Repeat Grid'in üstünü bir dəfə basırsınız. Ctrl-R də eləyə bilərsiniz. Ya da Maclarda Command R. Bir dəfə üstünə basırıq dostlar və gördüyünüz kimi belə şeylər gəldi. Bunu aşağı elədikcə dostlar gördüyünüz kimi hamısı çoxalır. Gördüyünüz kimi aşağı doğru çoxalır dostlar. Bunu sağa doğru da eləmək mümkündür dostlar. Gördüyünüz kimi əgər böyük bir şey olacaqsa bunu sağa doğru da hamısını çoxaltmaq olur dostlar. Bu da bir qəşəng funksiyadır. Adobe Experience Design-ın dostlar. Çox yaxşı bir funksiyadır. Bugün sizlərə Repeat Grid funksiyasını göstərdim. Əgər videonu bəyəndinizsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın dostlar. Sağ olun.